Hamıya salamlar dostlar. Çoxdan idi ki bir post paylaşmışdım Instagramda. BMW almışam, yəni yeni maşın. Sadəcə olaraq postu yarımçıq paylaşmışdım gördüyünüz kimi. Bütün maşını göstərməmişdim, çünki ürəyimcə deyirdi. Açığı yəni ki BMW-ni ona görə almışdım ki, yığdırmaq istirdim və yığdırdım da sizin sayənizdə. Çünki YouTube olmasaydı mən maşını ümumiyyətlə heç ala da bilməzdim və heç mümkünsüz idi də yəni yığdırmaq bunu. Tak ki dost, çox sağ olun, həqiqətən hamınıza minnətdaram. Nəysə, çox insan sual verir ki, bəs BMW-ni aldın, niyə heç paylaşmırsan, hanı sən BMW-ni? Yəni maşını bu göstərdi, mən hamı deyir. BMW istəmirsiniz, qardaşım. Bu da sizə BMW. Пропадаешь в голове, словно пьяный мус. И антипатия от тебя на 100% груз. Не спать по ночам, не встать с моих дом. У тебя есть уже грамм, милая моя, ты в хлам. Забудь меня, словно путника. Для меня не та, для тебя не тот. И я покидаю вечер, потухают свечи. Эти речи, замкнутый кругозор. И пропалил беспонтовый твой обзор. Проходя внутри тебя весь коридор. Нам молчали сотни этих гор. Пальцами минор, я не тот мажор. Пропади на ноль. Yaxşı da, özü bir cücdəyə qoymacına. İndi isə dostlar, keçək maşınımıza. Bildirmək istəyirəm ki, harada gördünüz belə rəng maşın. Yəni bilin ki, mənəm. Çünki bu maşın çox retki rəngdir, kendidir. Yəni bu rəngi alındırmaq çox çətin bir şeydir. Yəni retki bir kaskalıdır. Yəni harasısa Allah eləməsin, cızılıb eləsə, gələk konkret özümüzü raskoda salaq. Yəni maşının incələməsini falan eləməyəcəm. Çünki hal-hazırda maşın elə hazır deyil. Çünki mən bunu mühərrik həcmində artırmaq istəyirəm. Sən nə bilim, canavar eləmək istəyirəm də bunu yəni ki. Sadəcə deməyim olur ki, kim incələməsini, Allah bir şey də orada qışqırır. Sadəcə demək istəyirəm ki, kim incələməsini çəkmək istəsə zevsin maşını, yəni buyurub çəkə bilər yəni, problem deyil. Elə ona görə incələməsini çəkmirəm, elə özünüz çəkərsə, həm də ki, ürəyimiz deyil, elə hazır deyil mi? Bu elə maşınımın başlanğıcıdır yəni ki. Bilirəm ki, yəni BMW vəzkədarda baxırlar. Allah yəni ki, olmayanlara qismət eləsin. Yəni təmiz qəlbdən deyirəm bunu. Yaxşı da, özü bir cücdəyə qoyma. Belə deyim də. Yəni belə nə deyim, yəni indiyə kimi maşını incələməmişəm. Qismət də öz maşınımaymış. Yəni belə qəşəkdir də yəni. Məqsədim odur ki, BMW-ni elə yığmaq istəyirəm ki. Yəni belə deyim, heç bir BMW-yə oxşamasın dünyada. Yəni bunu çox dəyişəcəm də, nə bilim yətər. Bilmirəm də, ağlıma yəni ki, nə gəlsə eləyəcəm maşına. İstəyirəm bir dənə knopka qoyum içərdi. Knopka bassın, qaçıb çörək alıb, qayıdır evə. Yəni nəsə belə bir şeydir. Deyəsin ki, işlədim hə? BBS disk koymuşuq, sonra lif koymuşuq, ablisovka. Ne danışım? Bak, harada, çok. Bəs, Allah, ne deyəcək? Zərfi dərəm ha, tüfürün belədir ki, dəmir parçasıdır. Bir şey nə istəsə eləyə bilər. Çünki keramikadır, yəni cızılan deyil, görə deyirəm. Zərfi, düşəcək. Hələ salon işi var, sonra motor işi var, çoxdur işi. İnşallah hamısını hazır vəziyyətə gətirəndə hamısını sizə göstərəcəm. Yəni gördüyünüz kimi spoilerdir. Qəşəkdir hə? Sən qəşəkdir. Mən deyirsən hə? Nəzərəm. Sən deyirsən. Sadəcə bagaj atacam. Və dostlar, bir dəqiqəlik videonu dayandırıb nəzərinizə çatdırmaq istəyirəm ki, Fərd Abdullayev öz kanalında çəkiliş eləyir. Deməli, uduş 300 manatdır. Kim hədiyyə qazanmaq istəyirsə, keçsin e-butonunda Fərd Abdullayevin kanalına abunə olsun. Yəni ki, qayda budur. Abunə olundan sonra dostlar bildirişləri açın və Instagram səhifəsində post paylaşın. Posta like eləyib, komment yazın. Bir də ki, dostlar, əsas da ki, Instagram səhifəsinə abunə olun. Yəni, bunları eləyəndən sonra siz artıq çəkişdə iştirak edirsiniz. Hamıya uğurlar dostlar. İnşallah çəkişin nəticəsinə bax olacaq. 10 gün olacaq. 10 gündən sonra yəni, nəticələr bilinəcək. Buradan da dərin təşəkkürlərimi bildirirəm RR Sporta. Yəni Range Rover salonuna ki, mənim maşınım yəni belə bir vəziyyəti gətirdi. Çünki həqiqətən də bu kraskana çıxartmaq çox çətin iş idi. Yəni belə bir rəngi. Prosta belə bir şey demək istəyirəm. Əslində çox dəxilsiz bir şeydir. Çünki RR Tuningdə sırf Range Rover'a baxırlar. Mən bildiyim prosta necə oldu. Yəni ki, çox sağ olsunlar ki, mənim BMW-mi qəbul elədilər. Yəni kim maşınını yığdırmaq istəyirsə, sonra Range Rover sürürsə, nəsə düzəltmək və nə bilim, nəsə eləmək istəyirsə, aşağıda əlaqə nömrəsi qoyacağam və Instagram səhifəsi. Keçin RR Sportda düzəldin. Buradan yəni ki, Feruza da, Elçinə də salamlar. Yəni çox sağ olsunlar ki, bu işi üzərlərinə götürdülər və belə bir iş çıxartdılar. Burada bir nöqtə var, bu nədir?
Zərf deyirəm, yaxşı. Göz dəli olduysa. Dostlar, butonda bir dənə video var. Fərdi Abdullayevin videosudur. Çox tema videodur, yəni ki, keçin baxın, ya peşman olmayasınız. Və bugünlük bu qədər dostlar. Əgər videonu bəyəndirsə, like edin və kanalımıza abunə olmağı unutmayın. Çünki həqiqətdən əziyyət çəkirik. Belə deyim, lap videonu bəyənməsəz belə, əgər maşını bəyəndirsə, like edin. Yəni, xeyirli olsun. Yaxşı da, özü bir cücdəyə qoymayacaq. Антипатия тебя на 100% груз. Не спать по ночам, листать моих дам. В тебе есть уже грамм, милая моя, ты в хлам. Забудь меня, словно путника. Для меня не та, для тебя не тот.